töhfələr bəxş etmiş Azərbaycan alimlərinin, ziyalılarının bayramıdır. 2018-ci ildə Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ölkəmizin tarixində ilk dəfə olaraq elm günü təsis edildi. İctimaiyyətin diqqətinin elm sahəsinə cəlb edilməsinə, ölkənin gələcək inkişafında elmin rolunun artırılmasına imkan verən bu əlamətdar hadisə hər il məhz Elmlər Akademiyasının yarandığı gün mart ayının 27-sində qeyd edilir. 80 yaşını qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının qət etdiyi şərəfli yol təkcə tarixi mərhələ deyil, eyni zamanda ölkəmizin inkişafına xidmət edən elmi, ictimai, mədəni, texniki proseslərin təzahürüdür. Dahi şəxsiyyətlərin elmin inkişafına verdiyi töhfələr onların əbədi yaşarlığını təmin edən başlıca amillərdəndir. Bu mənada ümumilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Əldə olunan elmi nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti hesab edən Ulu Öndər, yüksək səviyyəli kadr potensialının yaradılması, maddi-texniki bazanın gücləndirilməsinə daim dəstək verib, Elmlər Akademiyasını milli sərvətimiz kimi dəyərləndirərək bu sahəyə hər zaman hamilik edib. Dövlətimizin elm siyasəti bugün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan elminin dünya elminə inteqrasiyası, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində layihələr gerçəkləşdirilir. İlk elmi məktəbin, akademiyanın banisi hesab olunan Platonun təbirincə desək, elm insan ruhunun gözünü təmizləyərək açır. Ruhun gözü isə 1000 adi gözdən önəmlidir. Çünki yalnız onun köməyi ilə həqiqəti görmək mümkündür. Bugün ölkəmizdə qeyd olunan Milli Elm Günü münasibəti ilə şərəfli ömür yolunda addımlayan alimlərimizi təbrik edir. Onlara yeni elmi nailiyyətlər arzulayırıq. Nigar Abbasova, 525-ci kanal.